Assalamu alaikum ve rahmetullahi ve berekatuhu. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselam alel enbiyai vel mursalin. Değerli insanlar, değerli dostlar, son vaxtlar Elşad Miriyə qarşı çox videolar çəkirlər. İlk öncə mən demək istəyirəm ki, Elşad Mirinin görüşlərin əksəriyyəti ilə mən razı deyiləm. Allahın dinində qadınların başörtüsü var, Quranda var. Peyğəmbərlər möcüzə göstəriblər. Bəzi peyğəmbərləri Allah yolunda şəhid ediblər, öldürüblər. Nə bilim, qurban, həc ibadəti Quranda olduğu kimi var. Yəni, edilən həc ibadəti Quranda da var. Və digər məsələlərdə də Allahın izni ilə və Allahın yardımı ilə mənim debata çıxmağa eləmək vaxtım da yoxdur, təmizləmək həvəsim də yoxdur. Allahın yardımına, Allahın iznilə nə vaxtsa vaxtım olar, mən bütün bu məsələlərə aid heç rəddiyə niyyəti ilə yox, sadəcə bu məsələləri açıqlamaq üçün ayrıca videolar çəkərəm, paylaşarım. Siz baxarsınız, müqayisə edərsiniz, özünüz qərar verərsiniz. İndi mən buna toxunmaq istəmirəm. İndi mən toxunmaq istədiyim məsələ nədir? İndi Elşad Miriyə qarşı çoxlu videolar çəkilir. Elşad Mirinin Allahın dinini təhrif edilməsi orada vurğulanır. Mən biraz belə deyim də bu insanları səmimi görmürəm. Niyə görə indi izah edəcəm? Çünki onlar özləri müdafiə etdikləri din, yəni Allahın dini yox. Məsələn, əhl-i sünnə ola bilər, sələfiyyə ola bilər, əhl-i şiyə ola bilər, nə bilim, təsavvuf əhli ola bilər. Onların özündə Qurana müxalif olan onlarca məsələlər var. İstir fiqh məsələlər, istir etiqadi məsələlər, Allahın elçisinə atılan böhtanlar, Allahın elçisinin sallallahu aleyhi və səlləm onun əxlaqını alçaldan məsələlər var. Əgər bu insanlar Allahın dini üçün çalışırlarsa, onlar ilk öncə gəlib buna qarşı mübarizə aparsınlar. Burada problemi mən nədə görürəm? İndi belə deyək də təxminən mən tanıdığım bir 100 nəfər müsəlman var ki, o müsəlman çalışır, İslamı Qurana əsaslanaraq yaşasın. Qurana müxalif olan heç bir rivayətləri qəbul etmirlər, onlara əməl etmirlər və o 100 nəfərdən ancaq bir nəfər mən tanıdığım var ki, Elşad Mirinin belə deyək də dediklərini qəbul edir, onunla razılaşır, onun dediklərini oturulur. Çox yaxın qardaşı, çox xətrinliysən, bu məsələdə ona razı bir nəfərdir yəni bu. Mən nağda belə deyək də Quranı özünə rəhbər bilən müsəlman tanıyıram, heç kim onu qəbul etmir zaten. Belə qınamaq üçün dedim, zaten o ortalığa təzə bir şey də qoyulur. Hansısa məsələni Mustafa İslamoğlu'dan götürüb, hansısa məsələni Cahir Taslamadan götürüb, hansısa məsələni Edib Yüksəldən götürüb, neysə Mehmet Oxuyandan götürüb, belə o hocalardan ən əcayib görüşləri götürüb, yəni belə təqdim edib, aydın məsələdə hype'dir bu, yəni insanlara bu maraqlı gəlir. Yəni mən neyi demək istəyirəm ki, özünə Quranı rəhbər tutan müsəlmanlar zaten baxmırlar, onlar artıq maraqlıdır deyir, o qəbul etmirlər, heç maraqlanmırlar da bu. Bu məsələlər kimə maraqlı gəlir? Birinci, ya adi bizim ölkənin vətəndaşları, dindən xəbərləri yoxdur, özlərində müsəlmandır, onlara bu maraqlı gəlir. Çünki bələnki uydurulmuş din yaşamaq rahatdır. Baş örtüsü yoxdur, içki məclisində oturmaq olur. Mən yenə deyirəm, Allahın iznən vaxtım olsun, bütün bu şeylərə ayrıca video çəkəcəm, yəni Qurandan subutlarını, yalnız Qurandan dəlillərlə özünüz baxıb bir qərar verərsiniz. Ya bu insanlardır, ya da kimlərdir? Məzhəbdə olan, elmi az olan səmimi dindarlardır. Bax, bir-iki dənə misal getirim. Məsələn, ənənəvi belə deyək də, ənənəvi əslində işimiz, o ənənəvidir deyək, belə deyək də, rəvayətlərə əsaslanan dində nikahda olan insanlar əgər zina ediblərsə, onların cəzası ölüm cəzasıdır. Daşqalaq, racim. Ölənə qədər daşlayırlar. Bu Qurana tam müxalifdir. Nuh surəsinin ilk ayələr çox da ayrıca videolarında var bu barədə, qısaca olaraq deyim. Nuh surəsində xüsusən nikahda olan insanlardan söhbət edir, evli insanlar. وَالَّذ۪ينَ يَرْمُونَ أَزْوَاجَهُمْ
O kəslər ki, öz həyat yoldaşlarını bunda ittiham edirlər. Və yadra'u anhal azaba. Ondan, həyat yoldaşından bu əzab, hansı əzab? Onda Allah deyir, mi'atu cəllə, 100 şallaq, 100 sopa. Yəni, Quranda budur. Və Allah öz elçisinə nə əmr edib Məidə surəsində? Və anihkum beynəhum bimə anzalallah. Onların arasında Allah nazil etdiyi ilə hökm verir. Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm başqa hökm verə bilməzdi. Qurandan qırağı çıxa bilməzdi. Quranda hökm var. İndi rəvayətlərə əsaslanan dində yox, ölümdür, daşqalardır. İndi hansı səmimi bir müsəlman baxır, görür ki, onun en tələbəsi hesab etdiyi insan belə deyir, Elşad Miri isə Qurana əsaslanaraq deyir. Bu səmimi insandır. Və deyir ki, sonra deməli Elşad Miri bütün məsələlərdə doğrudur. Başlayır bütün məsələlərini qulasmağa. Eyni şey məsəl üçün mürtəd. İslamda olub İslamdan çıxan bir insan, amma nə İslama, nə müsəlmanlara heç bir ziyanı yoxdur. Sadıq insan nə bilim, şeytan azdırdı onu, nəfsinə uydu, nə oldu? Çıxdı dindən. O barədə də çoxlu Quranda ayələr var. Əl-İmran surəsində Allah nə dedi ki, "Ulaika cəzaohum annahum aleyhim la'natullahi vel mələikəti ven nas ecmaîn." O kəslərdir ki, onların cəzası nədir? Onların üzərində Allahın mələklərinin və bütün insanların lənəti var. Bəqərə surəsində Allah nə deyir? "Ulaika habitat a'maluhum fid-dunya vel-axirə." Onlar o kəslərdir ki, onların əməlləri dünyada da, axirətdə də puç oldu. Heç yerdə edam məsələsi yoxdur. Amma rəvayətlərə əsaslanan dində nədir? Ona 3 gün vaxt verilir, tövbə üçün bu başı komik bir şeydir. O bu barədə də ayrıca videom var. Tövbə etməsə bunu öldürürlər, edam edirlər. İndi bu məzhəbdə olan insan baxır ki, onun şeyxi ya onun en tələbəsi Qurana müxalif danışır. Elşad Miri bu məsələdə Qurana uyğun danışır. Və uyur Elşad Miriyə. Yəni bu insanlar indi Elşad Miriyə qarşı niyə görə belə çıxırlar? Çünki onlar ətraflarını itirirlər. Onların ətrafında olan bu səmimi dindarlar, səmimi müsəlmanlar bu məsələlərə gözləri açılır. Onlar görürlər ki, rəvayətlərə əsaslanan dində Qurana müxalif olan neçə məsələlər var. Etiqadda, fiqhda, nədə istəyirsiniz var. Allahın elçisinə Muhammedə sallallahu aleyhi və səlləm hələ böhtanlar atılıb ki, rəvayətlərdə. Bilməm, mən heç belə deyildir, özünü İslam'a nisbət etməyən insanlar ki, belə şey eləməzlər. Əstəğfurullah, 6 yaşlı, 53 yaşında 6 yaşlı kukla ilə oynayan, oyuncaqlarla oynayan qızla nikah etmiş. Rəvayətlərə görə. Halbuki bütün tarixi faktları bu barədə də var ayrıca video. Müslimdə də var, Azərbaycan dilində də var. İndi uzatmıram, qısaca olaraq deyirəm. Bütün tarixi faktları qoyanda, hesablayanda adi riyaziyyətdir. Heç vurma cədvəli də lazımdır orada. Əsma bacısı neçənci ildə vəfat etdi məlumdur. Onun oğlu Abdullah ibn Zubeyr üsyan qalxızmışdı Əməvilərə qarşı. O neçənci ildə vəfat etdi məlumdur. Anası ondan neçə ay sonra vəfat etdi məlumdur. Anası Əsma Ayşənin böyük bacısıydı. Ondan neçə yaş böyüdü məlumdur. Hesablıysa sadə bir şeydir. Görürüz ki, Ayşə radiyallahu anh ən azı 17 yaşı var idi ərə gedəndə. Yox, rəvayətlərdə 6 yaş deyil. Əstəğfurullah və tuğlə. Allahın elçisinin əxlaqına böhtan atılan bir rəvayətdir. Allahın elçisini müdafiə etməkdənsə rəvayəti müdafiə edirlər. Və insanlar bunu görürlər. Görür ki, bu məsələdə Elşad Miri düz danışır. Allahın elçisi sallallahu aleyhi və səlləm belə əxlaqsızlıq edə bilməzdir. Zaten faktlara ziddir. Hamısı göz qabağındadır. Nə olar rəvayət var? Onlar gedirlər Elşad Mirinin dalınca. Və bunlar ona qarşı insan hamını demirəm. Həqiqətən bu bir qardaş var, son vaxtlar biraz fəallaşıb, görürəm ki, səmimi yanaşır bu məsələ. Amma başqalarında baxıram ki, onlar ətraflarını, qurumlarını itirməyə qorxurlar. Qorxurlar ki, onların avtoritetləri azalır, onların tərəfdarları azalır və ona görə indi başlayır gündə bir dənə video buraxmaq. Siz Allahın dinini müdafiə etmək istəyirsiniz, Allahın kitabını, Allahın elçisini müdafiə etmişsiniz. İlk önce sizin kitablarınızda Allah'ın kitabına muhalif olan rəvayətlərə qarşı çıxın da. Tövhidə zərbə vuran neçə dənə rəvayət var sizdə səhih sayılır. Əstəğfurullah və atubu ileyh, əstəğfurullah və atubu ileyh, əstəğfurullah və atubu ileyh. Güya Allahın elçisi Muhammed aleyhissalatu vesselam əstəğfurullah və Allahı zülcələr və yuxuda görür. Gənc oğlan kimi saqqalsız bir gənc oğlan orada paltar keçir, ayaqqabı keçir, nə bilim nə keçir.
Deyirlər, hamı o yuxuydu da. Əstəğfurullah, bu tövhidin qəmoy zərbəsidir. Bu bilirsiniz nədir? Qədim Yunanların inancıdır bu. Onlar inanırlar. Zevs, Apollon, Neptun, eyni şeydir bu. Yox, rəvayət səhihdir. Niyə görə? Cəh və təadil var, ilm-i rical var, isnadında olan ravilər hamısı istikadır. Hamısı oyundur bu. İnsanlar bunu oxuyur, bu rəvayəti oxuyur. Siz onu müdafiə edirsiniz, deyirsiniz səhihdir, dərslərinizdə də danışırsınız bunu. Bir də baxılır ki, Elşad Miri buna qarşı çıxır. Deməli, Elşad Miri nə elədi? Bu məsələdə tövhidi qorudu. Və onlarla Elşad Mirinin tərəfdarlar. Mən şəxsən tanıdığım qardaşlar var. Quranı özlərinə rəhbər tutan müsəlmanlar. Əlhamdülillah, savadları da var, elmləri də var, hər bir şey var. Sadəcə müəyyən problemlərə görə onlar aktiv dəvət apara bilmirlər. Vaxt problemi var, maddi problemlər var, başqa problemlər var. Onlar aktiv, fəal dəvətçi ola bilmirlər. Ümid edirəm ki, Allah Zülcəlal və İkram onlara rahatlıq verəcək. Onlar fəal dəvət aparacaqlar və həqiqi Quran mərkəzi İslama dəvət edəcəklər insanları. O Elşad Miri kimi yox, hicab yoxdur, nə bilim, içki məclisində oturmaq olar, Peyğəmbər mövzu yox. Həqiqi Quran mərkəzi İslama dəvət edəcəklər insanlar. Amma indiki zamanda onlar bunu edə bilmirlər, ortalıqda yoxdular və alternativ yoxdur. İnsanlar görürlər ki, burada Allahın kitabına müxalif olan neçə rivayət var. Keçi gəldi, Quran səhifəsini yedi. Daxələ dəcil fəəkələh. Hədis səhihdir. Nasruddin Albani Səhih İbn-i Macədə onu zikir edib. İbn-i Hazm İbn-i Həsən deyib, qutardı getdi, məqbuldur bu. Keçi vərəqi yedi. Yüzlərlə, minlərlə Quran hafizləri var idi. Quran nüsxəsi var idi. Allahın elçisindən qalmışdı Quran nüsxəsi. Bu barədə də ayrıca videom var. وَالطُّرْ وَكِتَابٍ مَسْطُرْ فِي رَقٍّ مَنْشُورٍ. İki cildin arasında olan, bu artıq Allahın elçisinin zamanında var idi Quran nüsxəsi. Keçi yedi bir dənə vərəqi, Allahın hökmü indi Quranda yoxdur. Yəni Qurana girməyib, amma hökm özündə qalır. İnsanlar eşidir sizdən bunu. Siz deyirsiniz ki, bu səhih rəvayətdir. Yəni əstəğfirullah və atubu ileyh. Allahın kitabını bir dənə çəpiş gəldi, dərcin şey deməkdir, keçinin balası. Gəldi Allahın kitabını dəyişdirdi. Və görür ki, bu tərəfdən, bu məsələdə, bu məsələdə, Elşad Miri Allahın kitabını müdafiə edir. Ona görə insanlar əlbəttə ki, alternativ yoxdur, onu qəbul edirlər, onun yanına gedirlər. Və indi bu, belə deyək, rəvayətə əsaslanan dindarlar ayrılırlar, indi hamısı aktiv olub, fəal olub, başlayırlar Elşad Miriyə qarşı, belə deyək, dəvətə, propagandaya. Mən yenə edirəm, səmimi olsaydılar, öz məzhəblərində olan xətaları, öz məzhəbində olan problemləri, onlar bunları həll edərlər. Onlar bunlara qarşı mübarizə apararlar ki, bəs bizim neçə dənə səhih hesab etdiyimiz rəvayətlər var, hədislər var ki, Qurana müxalifdir, tövhidə müxalifdir, Rasulullahın əxlaqına ləkə salır. Ona qarşı mübarizə aparmırlar. Səhihdir, qutardı, getdi. Adi insan bilmir axı səhih nədir? Səhihin hansı şərtləri var? Niyə görə səhih deyilir? Yəni, alimlərin səhih dediyi mütləq səhih kimi qəbul olunmalıdır, olunmamalıdır. Yəni, ilk nəsillərin, sahabələrin özlərin hədislərə yanaşma usulunu bilmirlər axı. Eşidirlər səhihdir, bu biri tərəfdən də görürlər ki, Elşad Miri Sulu deyir ki, xeyr, Qurana müxalifdir. Ya tarixi faktlara müxalifdir. O qədər problemlər var indi, mən məcbur oldum bundan danışım. Neçə vaxtı qardaşlar da bu barədə sual verirlər mənə. Bu neçə vaxtı Qəzzədə, Fələstində, o qədər körpə uşaqlar, o qədər qocalar, nə bilim qadınlar, kişiləri qoyduq bir qıraqada, kişidir, səbir etməlidir, şəhid oldu, Allaha şükür. Günahsız uşaqlar öldürülür. Bu dəqiqə indi Pakistanı başlayırlar bombalamağa. Bizdə yanaşma başqa cürdür. Bizdə ancaq dildədir. İnnəmul mu'minunə ixva. Yalnız möminlər qardaşdır. Hucurat surəsində 10-cu ayə, bunu deyirlər. Amma tətbiqə gələndə yoxdur ki, heç çox adam vecinə deyil ki. Qardaş,
Sənin kimi, mənim kimi Allahın onun kitabına, onun elçisinə iman etmiş insanlar da ibadət əhlidir. Yeri gəlsə orada baxsan hər ailədə bir dənə uşaq Quran hafizidir. Bombalayırlar, öldürürlər. Heç bunu müzakirə edən yoxdur. Bu barədə danışan yoxdur. Bunu özünə dərd eləyən yoxdur. Yoxdur deyəndə ki, var, əlhamdülillah, var. O səbəbdə gündəmdə olanlardan mən görməmişəm bunu. Amma indi problem bir dənə nədir? Bir-birlərinin arasında. Tek Elşad Mirə qarşı da bir-birinə qarşı necə propaganda aparırlar. Bir-birlərini necə təhqir edirlər, tənxey edirlər bir-birinə, nə gəldi deyirlər. Yəni bu usul budur. Bu dəvətin usulunu belə qoyublar. Ona görə ətraflarında da buna razı olan insanlar da toplanır. Çox adi bir şeydir. Mənim özümə böhtan atmışdır 2 il bundan əvvəl. Təklif edim ki, görüşək, danışaq, canlıda danışaq, şahidlərlə danışaq. Yox, gəlmədilər. Bu alışqanlıqdır bu. Buna uzun normal baxırlar. Mənim üçün, bəli, Elşad Mirinin apardığı dəvət problemdir. Amma sizin apardığınızda dəvət bundan da heç az problem deyil. Sizin də rəvayət kitablarınızda, nə bilim, başqa fiqh kitablarında Quranı təhqir edən, nə bilim, Peyğəmbəri təhqir edən naqdisiz rəvayət var. Səmimi insanlar ilk öncə, həqiqətən səmimi insanlar öz işlərində olan problemdən başlasınlar, öz işlərində olan problemləri həll eləsinlər. Allaha dua edirəm ki, Əl-Haqq isminə, Əs-Səmi isminə Allah Subhanahu wa Ta'ala haqqı haqq olaraq bizə göstərsin, haqq üzərində